Salam olsun sizə, əziz və böyük Türk millətim. Salam olsun Mustafa bəy sizə və MGTV izləyicilərdə. Bildiyiniz kimi son gelişmələrdə Türk Dövlətlər Təşkilatında baş verən hadisələr, siyasi gedişatlar hamısını çox gözəl bilirsiniz və bu hafta həm demişik, həm yazmışıq. Mənim bugün demək istədiyim tam başqa bir şey. Biz Azərbaycan olaraq hər zaman Kuzey Kiprs Türk Cümhuriyyətini dəstəkləmişik. Cənab Prezident İlham Əliyev də neçə dəfə, 2 dəfə Ersin Tatarı Bakıya dəvət etmiş, həm Türk Dövlətlər Təşkilatı yüksək zirvə toplantısına, həm də Türk Dövlətlər Təşkilatının Fövqəladə Hallar Nazirliyinin başkanlıqlarının təlim mərkəzinə Kiprsi dəvət etmişik və bayrağımız da həmişə Kuzey Kiprs Türk Cümhuriyyəti ilə bir yerdə dalğalanmışdır. Məsələ tam başqa. Biz ilk olaraq Azərbaycan olaraq Milli Məclis qərar verməli və Kuzey Kiprs Türk Cümhuriyyətini həmən tanımalıyıq. Bunun arxasınca Qırğızistan Türk Cümhuriyyəti qərar verib Kuzey Kiprs Türk Cümhuriyyətini tanımalıdır. Və mən buradan da bir şey deyim. Mən Qazaxıstan, Türkmənistan, Özbəkistan Türk dövlətlərinin adını çəkəndə orada yaşayan xalqlarımıza, millətimizə, Türk millətinə demirəm. Qazax da mənimdir, Özbək də mənimdir, Türkmən də mənimdir, Qırğız da mənimdir. Bugün iktidarda olanlara deyirəm. İktidarların Türk Dövlətlər Təşkilatında elədikləri iyi işləri də, kötü işləri də deyərəm. Və səsləndirəm, yanlışlıqları da və xatalarını da deyə bilərik. Baxın, Kuzey Kiprs Türk Cümhuriyyətini biz tanımalıyıq həmən. Milli Məclis qərar verməlidir. Və bu günləri Kuzey Kiprs Türk Cümhuriyyətinin başına gələn bu hadisələr Türkiyə Cümhuriyyətinin AKP iktidarının yanlış xarici siyasəti nəticəsində əmələ gələn bir hadisələrdir. İndiyənə kimi Kuzey Kiprs Türk Cümhuriyyətini tanıtmamakdır. Bunun da içində Kuzey Kiprs Türk Cümhuriyyətinin iktidarda olan Ersin Tatarın da onun Dışişləri Bakanlığında, İstihbarat Bakanlığında səs çıxartmamalılardır. Bunların da yanlışlıqları var. Ona görə Türk Dövlətlər Təşkilatı kim daxil olursa da, yarın siyasi, əskəri, ekonomi, hər bir dəstək olacaqsa da, hər birinə tələb eləmək lazımdır. Kuzey Kiprs Türk Cümhuriyyətini tanısınlar. Əgər tanımırlarsa, onda Türk Dövlətlər Təşkilatına nə gəzirlər bunlar? Macaristan üyədir. Viktor Orban bildiyiniz kimi. Macaristana da tələb eləməliyik ki, Kuzey Kiprs Türk Cümhuriyyətini tanı. Tanımayanlar Türk Dövlətlər Təşkilatında ola bilməz. Biz də öz qanunlarımızı, öz kurallarımızı qoymalıyıq. Türk Dövlətlər Təşkilatının bir qanun hazırlanmalıdır. Bu qanun nəticəsində həm Kuzey Kiprs Türk Cümhuriyyətinin tanınması, kim üye olacaqsa, kim üzv olacaqsa da hamısı tələb olunmalıdır. Və əskəri və ekonomi birliklərinin hamısını, görevlərə alınması, istihbarat görevləri hamısını bir yerdə bir ideologiya altında birləşdirməliyik. Ki, bilsinlər ki, Türk Dövlətlər Təşkilatına qəbul olmaq bu şeylərə qol çəkilməlidir. Yoxsa bu boş-boş sözlə, görüşməklə işlər getməz. Baxın, İsrailin ilk Cumhurbaşkanı, Başbakanı Ben Gurion bilirsinizmi nə deyirdi? Küç bizim üçün nədirsə də Kiprisdə odur. Əgər, baxın, Kiprs düşərsə, Anadolu düşər. Anadolu düşərsə, bütün Türk dövlətləri düşər. Bunu kafalarına iyi soxsunlar. Mən hər gün bütün Türk qardaşlarımızın, Türkmənlərimizin hər vaxt onların qorunmasını, onların qanunlarını, onların haqlarını hər dəfə deyəcəm. Türk Dövlətlər Təşkilatı yenidən toplanmalı və düzgün bir proqram, ideologiya qoyulmalıdır. Boş-boş söhbətlərlə işlər getməz. Allah'a emanet olun.